Salam əziz abituriyentlər. Bir video paylaşmışdım. Həmin videoda qeyd eləmişdim ki, əgər memarlıq ixtisası olmaq istəyirsinizsə, minimum 200 bal toplamanız şərtdir. Bir abituriyent yazıb ki, necə axı 200 bal? Memarlıq və İnşaat Universitetində oranın balı 320 baldır. İndi mən 200 bal toplasam, qəbul ola bilərəm. Əziz abituriyentlər, əgər siz memarlıq ixtisası oxumaq istəyirsinizsə, memarlıq ixtisası üçün ixtisas seçimində buraxılmanızı istəyirsinizsə, minimum 200 bal toplamalısınız. Ondan sonra qabiliyyət imtahanına buraxılırsınız. Qabiliyyət imtahanında keçdinizsə, ixtisas seçimində memarlıq ixtisaslarını yaza bilərsiniz. Bu demək deyil ki, %100 siz qəbul olacaqsınız memarlığa. Amma memarlıq ixtisasını ixtisas seçimində yazmanız üçün minimum 200 bal limiti önəmlidir və burada önəmli bir qaydanı deyim. Memarlıq ixtisası üçün blok imtahanından 100 bal limiti tələb olunmur.